4-5 min pul qazanır deyir tır sürücüləri. Düzdür bu söhbət? Yox, Azərbaycanda elə pul yoxdur. Ancaq gərək işləmək üçün Türkiyə, Belarusiya, ya Belarusiya, Türkiyə, Qazaxıstan belə qalsa işləmək üçün olar. Amma belə yoxdur. Mən bunu Amerikada bir dənə qardaş yaşayırdı, onun vlogu var idi, orada baxdım. Qardaş özünə Bakıda ev alıb, villa alıb, tır sürməklə. O Avropada olar, Amerikada olur. Amerikada minimum əmək haqqı $12.000. Casusuz. Azərbaycanında bəs sən özün nə qədər qazanırsın? Azərbaycanda baxır getdiyim reysə də. Gündə bəs nə qədər tır sürürsün? Gündəlik sürüş saatımız 9 saat, 10 saat belə maksimum. Ona hər hansısa bir limit qoyulub ki, bu saatdan çox sürmək olar, yoxsa olmaz? Bəli, əlbəttə ki. Tır sürücüsü üçün taxokart istifadə olunur. Taxokartda da taxografla. Spesial sürücü üçün kartdır da, yəni o... Orada bilinir ki, sürücü yatıb, yatmayıb, dincəlib, dincəlməyib. Bəli. Elə bir şeydir. O da ki, 9 saatdan artıq icazə verilmir sürməyə. Həftə ərzində 3 saat əlavə artırır. 2 saat əlavə artıra bilərsin. Onda 1 saat sürməyə aiddir, 1 saat istirahət. O 2 saatın 13 saat olmalıdır. Hansı ölkəyə getmişsən biz? Mən bir çox ölkədə olmuşam. Əvvəl Avropaya çalışmışam da, mən Azərbaycandan Avropaya işləmişəm. Pribaltika ölkələrində olmuşam. Litva, Latviya, Estoniya, Polşa, Slovak, İran, Türkiyə, Gürcüstan. Mən tır sürməyə başlasam, o beynimdə gedib gələn suallardan biridir də mən. Özümün tırım olub sürsəm daha çox qazanaram, yoxsa hansısa şirkətdə işləsən yaxşı olar? Hal-hazırda şəxsi tırın olmaqdansa kimsə yanında sürücü kimi çalışmaq o yaxşı. Hansısa bir müəyyən bir firmalar qarajda işləmək çox sərf. Niyə? Çünki ona görə ki, maşının rasxodları çox olur. Hal-hazırda şəxsi tır olmaqdansa kimsə yanında işləmək ondan artıq qazanc verir. Misal üçün, mən Emtrasda işləyirəm indi. Emtras hər bir tələbatımızı ödəyir. Maşının təkərləridir, rasxodudur, əlavə sınan yerləridir, hamısını düzəldir. Bizim əlavə rasxodumuz yoxdur, ancaq rasxodumuz gedib gəlməyə yemək. Bunun təmiri, bir də ehtiyat hissələri mini avtomobillərindən çox baha olur, yoxsa eyni qiymətdə olur? Necə olur? Məsələn, bu 4 dənə təkəri neçə? 4 dənə deyil, bunda 30 dənə, neçə dənə təkəri var burada? Onda 12 dənə. 12 olmaz, çox olur. Yox, 12 deyil. 6, 12 təkəri neçədir? Misal üçün, bir təkəri 450-500 manatdır. Ay maşallah, 12 təkəri 450 manatdan buranda. Orxan, 12 təkər 450 manatdan nə qədər edir? $5400 manat təkcə təkərdir. Halbuki bizdə o qədər imkanlar var ki, 5400-ə insanlar artıq maşın ala bilir. Əlbəttə. Mən tır sürürəm desəm, başlasam, hansı tır sürməkdən başlamağım yaxşı olar? Yəni, bu tırlarda elə bir şey var ki, yəni, başlanğıc üçün bu tırı sürəsən, sonra biraz professionallaşanda başqa tır sürəsən, elə bir şeylər var, yoxsa? Yox, mənim fikrimcə, yəni, tır sürmək istəyirsənsə, birinci növbədə balaca maşın sürə bilirsən. Hə. Sonra sürə bilərsən, bunu da sürərsən. Heç bir qorxulu bir şey yoxdur. Çətinlik yoxdur. Çox uzundur, adam qorxur. Olsun, problemi yoxdur. Əgər maşın sürə bilirsənsə, bunu da inşallah öyrənib sürə bilərsən. Bunda mən nələrə diqqət eləməliyəm? Çox adam deyir, kör nöqtə falan, belə bir məsələ. Kör nöqtə qabaq tərəfdə, sağ tərəfdir, sağ tərəfdə. Ondakı diqqətlə baxanda görürsən, qabaqda da güzgü var, böyrdə də güzgü var. Onlarla reqlovka eləyib baxırsan. Biraz bir qabağa belə boylanmaq var ki, onu görmək üçün. Bəli. Bir də ki, dönəndə raşotu düz götürməlisən, arxa pirsepin orta təkərinə baxmalısan ki, orta təkər keçdirsə, avtomatik dönümcə rahat dönmək olar da. Bir də çox adam nə deyir, mənə əhərdən qorxudan mövzulardan biri nədir? Deyirlər ki, tır sürmək təhlükəlidir falan. Yəni, bu təhlükə dedikləri şeylər nələrdir? Tır sürmək niyə təhlükəlidir? Belə deyək. Təhlükə dedikdə heç bir təhlükəsi, düzdür, hər bir işin məsuliyyəti var, məsuliyyətsiz iş yoxdur. Bunun məsuliyyəti biraz ondan artıqdır. Məsələn? Məsələn, yükün elə yük olur ki, 1 milyon qiyməti olur, 100 min qiyməti olur. Gərək yükün məsuliyyətini hiss eləyəsən, saxlayanda tır parklarda saxlayasan, ödənişli tır parklarda elə bir şeylərə diqqət eləmək lazım. Sürmək barədə də ki... Soyğunçuluq falan halları olur yolda? Əlbəttə ki, olur. Olmur. Rastlaşmısan heç? Yox, mən rastlaşmamışam, amma
yəni çox Azərbaycan uşaqlarının çoxsu olub ki, soyulublar yolda. Çünki bilinməyən yerlərdə saxlayıblar, tırparkda saxlamayıblar. Onlarda da başına elə hadisə gəlir. Belə deyim, ən bahalı daşıdığın yük nə qədər oldu? Ən bahalı hansı yükü belə çox canla başla aparmısan ki, bunu bir dənə sağ-salamat aparım, çatdırın, boşaldım ora. Ən bahalı apardığım yük İrandan Rusiyaya olub, Moskvaya. Maşın zapsası olub, Paslen markaların, yəni axırıcı markaların zapsası olub. Onun qiyməti 1 milyon. Hoppa, 1 milyon. 1 milyon qiyməti olub. İnsan çalışır ki, vaxt-vaxtına çatdırsın, məsuliyyətini hiss eləyirsən də, əlbəttə ki, onu sürənlər bilir ki. O yükü neçə gün apardın? Məsələn, İrandan Moskvaya dedin də, onu neçə gün apardın? İrandan Moskvaya 4 gün. 4 günü, maşallah, maşallah. Məndən çıxar tızlısın. Niyə çıxın ki? Çıxar. Mən nə eləməliyəm indi? Bax, BS kateqoriyam var mənim. Bunun üçün hansı kateqoriya olmalıdır? Hardan başlamalıyam? O təlimlər var da, məsələn, minik avtomobillərində avto təlimlər var. Tırlarda, yəni, necə yeyirəm onu? Birinci növbədə kateqoriya almalısınız. Aha. Y kateqoriyası var. O kateqoriya olmalıdır. Taxokart hazırlanmalıdır, alınmalısınız. Xüsusi yük daşımaq üçün sertifikat var, sertifikat almalısınız. Beynəlxalq yük daşımaq sertifikatı. Onlar həll olunmalıdır. Ondan sonra inşallah... Tır sürməyə öyrədirsən. Tır sürmək təxminən nə qədər vaxt başa gəlir? Vallahi yenə deyirəm, əgər maşın sürürsünüzsə, balaca maşın sürürsünüzsə, bunu elə bir çətin. Bunlarda da avtomat və mexanika sürətlər qutusu var, yoxsa necədir? Bəli, var. Avtomat var, plus pol avtomat var. Bir də ki, mexanika var. Motosikletlərdə də var. Pol avtomat da var, mexanika da var. Hansı da yaxşıdır? Əlbəttə ki, avtomat, rahatçılıq üçün avtomat. Bəs sənin üçün ən yaxşı tır hansıdır? Mənim üçün ən yaxşı tür Actros, Mercedes Actros, MP3. Özünə sürürsən? MP3, Mercedes. Bilirsən də onu. Ən bahalısı hansıdır? Mercedes. Ən bahalısı və mənim üçün Mercedes. Bəs ümumi? Ümumi Volvo. Volvo Mercedesdən bahadır. Əlbəttə ki. Amma xoşuma gələn, sevdiyim maşın Mercedes, ilə Mercedes sürüyorum. Əla. Yolun açıq olsun. Sağ olun, Allah canım, sağ olun. Sağ ol. Orxan, əlaydı.